Salam, hər vaxtınız xeyir dəyərli izləyicilər. Bu video 21 iyun 2026-cı il lisey və gimnaziya qəbul sınavı 8-in izahı olacaq. İlk öncə yay proqramımız haqqında qısa məlumat verirəm. Mütləq dinləyin. Sonra izaha başlayaq. Yay ərzində 4, 5, 6, 7-ci siniflər üçün ödənişsiz yay dərslərimiz olacaq. Yəni növbəti il 5, 6, 7 və 8-ci sinif alanlar üçün, hətta 4-cü siniflər üçün də yay dərslərimiz olacaq. Yay dərslərimizin əsas məqsədi əsasən növbəti 5 və 6-cı sinif alanlar üçündür. Digər siniflər üçün olacaq. Sadəcə niyə xüsusi olaraq 5 və 6-nı qeyd etdim? Çünki 5-ci və 6-cı siniflər olimpiyadalarda iştirak edəcəklər. Yəni 5-ci siniflər iqtisadi, riyaziyyat və fən məntiq olimpiyadasında, 6-cı siniflər isə riyaziyyat, respublika fən müsabiqəsində iştirak edəcəklər. Həmin şagirdlərin seçimi baş verəcək yay ərzində. Yəni yay ərzində tədris müddətində riyazi bazası daha yüksək olan şagirdlər seçilərək seçilmiş xüsusi qruplara daxil ediləcəklər və növbət tədrisindən endirimli qiymətlərlə dərsə başlayacağıq. Digər şagirdlər isə həm liseyə qəbula uyğun olaraq qruplaşdırılacaq və ya monitorinqə uyğun olaraq və ya zəifdirsə şagirdlər ən tez bir zamanda riyazi bazasını yüksəltmək üçün təşkil olunmuş qruplara təhkim olunacaqlar həmin şagirdlər və yay ərzində yəni xüsusi dərslərimiz tədris olunaraq həmin dərslər üzərindən biz seçim edəcəyik şagirdləri. Yəni sizin övladlarınızın da xüsusi qruplara seçilərək düşməsini istəyirsinizsə mütləq iştirak edin, çünki çox xüsusi, çox vacib mövzular tədris olunacaq və həmin dərs müddətində də sizin şagirdlər də seçilmiş şagird olaraq xüsusi endirimlə olimpiyadalarda hazırlaşa biləcək növbət tədrisindən ödənişli olaraq və mütləq surətdə medal qazanılacağını da əminlik verə bilərəm. İndi keçək izahımıza. 20-ci sual deyir ki, koordinat müstəvisində A, B, C, D nöqtələri hansıları OX oxundan yuxarıda yerləşir? Koordinat sistemin çəkəsi olacaq. Buradan qısaca bir dənə koordinat sistemini çəkim. Burada rüblərə ayırsaq koordinat sistemi 1, 2, 3 və 4-cü rübü qeyd edək. Burada bizim koordinat sistemində gördüyümüz kimi hər hansı bir nöqtəmiz 1 və 2-ci rübdə olarsa koordinat sistemində OX oxundan yuxarıda yerləşəcəyini deyə bilərik. Yəni bu nə zaman baş verir? Bizim y-imizin qiyməti müsbət olarsa, yəni y dediyimiz bu ordinat oxundan gedir söhbət bu hissə. Çünki nöqtənin bu hissələrdə düşməsi, buralarda düşməsi bu y oxuna görədir. Y-dəki mötərizə içərisində ikinci gələn qiymətlərdir. Məsələn, -5, 5, burada da -5 və 5 verilib. Bunlardan hansı müsbətdirsə, demək ki, o nöqtələr yuxarı yerləşir. Baxacaq olsaq görürük ki, B nöqtəsi ilə D nöqtəsinin y-i, yəni mötərizə içərisindəki ikinci qiyməti ordinatın üzərindəki koordinat hissəsi OX oxundan yuxarıda yerləşməsinə səbəb olur. Yəni sadəcə qısaca belə baxırsınız, y müsbətdirsə bu OX oxundan yuxarıda yerləşir, mənfidirsə aşağıda yuxarıda olduğunu istəyir. D variantı B və D nöqtələri olacaq. Keçirik 22-ci suala. Eylerven diaqramına əsasən hansı fikir düz deyil? Burada gördüyümüz kimi Eylerven diaqramında A çevrəsi verilib, C çevrəsi verilib və B çevrəsi verilib. B'nin elementləri 2, 4, 6 və 8-dir. C'nin elementi yalnız 5-dir. A'nın elementləri isə 7, 1, 3 və bu 5-dir. Çünki C çoxluğu A'nın içərisindədir. Yəni bu demək ki, C çoxluğu A çoxluğunun alt çoxluğudur. Və burada 5 nöqtəsi həm A'nın həm də C'nin ortaq nöqtəsi olduğu üçün A-nın C-nin kəsişməsi 5-dir. Və bizim A variantında baxası olsaq A, B və C-nin kəsişməsinin 5 olduğunu deyir. Bu da səhvdir. Niyə? Çünki B çoxluğunun içərisində 5 yoxdur. 5 olmadığına görə bu 5 A, B, C-nin yəni üçünün birlikdə kəsişməsi ola bilməz. Yalnız A və C-nin kəsişməsi olaraq baxsaydıq, 5 seçə bilərik. Amma üçünün birlikdə kəsişməsi 5 dediyi üçün B çoxluğuna 5 olmadığı üçün demək ki, A variantı ilə səhvdir.
bizə də düz olmayan istəyirdi. A variantı olur cavabımız. 23-ə baxır, aralarındakı məsafə 800 km olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtomobil yola düşdü. 5 saatdan sonra görüşməzdən əvvəl bu avtomobillər arasındakı məsafə 100 km oldu. Avtomobillərin sürətləri nisbəti 3-4 olarsa, 3-4 nisbətində olarsa, onların sürətlərini tapın. İndi maddi nöqtə olaraq göstərəcəm bu avtomobillərimizi. O göstərdiyim qırmızı nöqtə, yəni mavi ilə göstərək. Bunlar avtomobil olsun. Aralarındakı məsafə hal-hazırda nə qədərdir? 800 kilometrdir. Və müəyyən müddətdən sonra, yəni 5 saatdan sonra bunlar arasındakı məsafə deyir ki, nə qədər olur? 100 kilometr olur. Yəni əvvəl 800 kilometr idi bu istiqamətdə belə ümumi məsafə. İndi isə sanki maşınlar bir-birinə doğru hərəkət ediblər, biri belə, bir də bu istiqamətdə gəlib. İndi göstərdiyim, sarı ilə göstəririm. Sarı hissəyə gəlib çıxıblar və burada da ki, ara məsafəsi deyir 100 kilometr olub. Demək ki, bunlar ikisi birlikdə nə qədər yol gediblər? 800 çıxılsın 100, yəni 700 kilometr yol gedibdir bu iki avtomobil ki, ikisi birlikdə yəni bu yolu qət ediblər. Qarşı-qarşıya ümumi məsafə 700-dür. Yəni mən buranı x versəm, bu istiqamətdə y versəm, bu y ilə x-in ölçüsü nə olacaq? 700 olacaq, yəni 700 kilometr gediblər. Burada da bizə nisbəti 3-ün 4-ə nisbətində verib, yəni 3K və 4K kimi qeyd edə bilərik. Düşünək ki, y 3K olsun, x də 4K. İkisi birlikdə nə qədər yol gedib? 700 kilometr cəmlədik və 700 kilometrə bərabər etdik. Buradan da 7K bərabər 700 edir. 700 də 7-yə bölsək, K bərabər 100. Yəni K-nı 100 tapdıqsa, demək ki, bu maşınların getdiyi yol tapa bilərik. Çünki biz Y-ə 3K verdik ki, bu qədər yol gedib. Çünki 3-ün 4-ə nisbətindədir bunların getdiyi yol. Ona görə K ilə əvəz etdik. O 3 və 4-ü. Burada olsun 3K. Biz də K-nı burada 100 tapdığımıza görə nə edəcəyik? K-nın qiyməti, yəni 100-ü getir burada yerinə qoyacaq ki, bunlar nə qədər yol gedib hərəsi ayrı-ayrılıqda. Buradan 3-ü vuracam 100-ə edəcək 300. Digəri də ki 4K kimi seçmişiksə 4 uzun 100 bərabər 400. Yəni əsas olur ki, 1-400, 1-300 kilometr yol gedibdir. Bunu bilirik. Amma burada bir məsələ var. Deyir ki, sürətlərini tapın. Yəni sürətlərini axtarırıq. Sürəti axtarmaq üçün də biz bu düsturdan istifadə edəcəyik. Normalde yol düsturu nədir? S bərabər V vurulsun T. Burada S yoldur, V sürətdir, T isə zamandır. Bizdə də yolu bilirik ki, hərəsi nə qədər getdi? 1-300 km yol gedib. Burada S-in əvəzinə 300 yaza bilərəm. V-ni axtarırıq. V sual işarəsi olsun, V1 yazaq. Və ya burada Vx-in sürətini yazaq. X verdiyimizə görə buna Vx-in sürəti yazıram. Vurulsun T-də 5-dir. Çünki 5 saat sonra görüşmüşlər. Ona görə biz nə elədik? Sürətini 5-ə vurmuşuq. Demək ki, 3 km yol gedibsə, X maşınımız, o zaman X maşınımızın sürəti, yəni Vx bərabərdir 300 bölünsün 5, eləcək 60. Yəni birinin sürəti 60 oldu. Digərinin sürətini isə bu Vx-i kənara yerləşdirirəm və Vy-i axtaraq. Bunu buradan yerləşdirək. İndi buranı silirəm. Vy-in qiymətini yerləşdirəcəm. Buradan eləcək Vy verək. O da bilinmir. Bu olsun 5. Çünki ikisi də eyni qədər müddətdə yol gedirlər. Yəni 5 saat ərzində. Bunun da getdiyi yol nə qədər idi? 400 km idi. Ona görə burada yolun əvəzinə 400 yerləşdirsək, Vy tapmaq üçün 400-ü nə edəcək? 5-ə böləcəyik. O zaman Vy maşınının sürəti, yəni Y maşınının sürəti V sürətdir. Bərabər 400 bölünsün 5 edir neçə? 80. Demək, birinin sürəti 80, birinin sürəti 60-dır. Cavabımız A variantı olacaq. Keçək 24-cü suala. Soyuducu məhsulların temperaturunu hər 10 dəqiqədən bir 4 Selsi dərəcə azaldır. İlkin temperaturu 20 dərəcə olan bir məhsul
dondurucuya qoyulur və 1 saat sonra çıxarılır. Bu məhsulun son temperaturunun neçə dərəcə olduğunu tapın. Burada nə deyir? Hər 10 dəqiqə ərzində 4 dərəcə azalır. İndi deyir ki, ilkin temperaturu 20-dir və bu məhsul 1 saat sonra çıxarılır. Demək ki, 1 saat neçə dəqiqədir? 60 dəqiqədir. 60 dəqiqənin içərisində neçə dənə 10 dəqiqə var? 60-ı onunla bölsək 6 dənə. 6 dənə 10 dəqiqə var. Hər 10 dəqiqədə 4 dərəcə azalma baş verir. O zaman 6 dənə 10 dəqiqə varsa 1 saatin içərisində 6 vursun 4 bərabərdir 24. Yəni hər 10 dəqiqədən 4 dərəcə azalma baş verirsə 60 dəqiqə ərzində, yəni 6 dənə 10 dəqiqə ərzində də 6 vursun 4 dərəcə. Yəni 24 dərəcə azalma baş verəcək. İlkin temperatur 20-dirsə, 24 dərəcə azalıbsa 20-dən 24 çıxıran bərabərdir -4 dərəcə olduğunu tapırıq. Bu məhsulun son temperaturunun cavab A variantı. Keçək 25-ci suala. Şəkildə dairəvi diaqram bərabər hissələrə bölünmüş və bir sinifdə olan şagirdlərin azarkeşlik etdiyi komandalara uyğun hissələr müxtəlif rənglərlə göstərilmişdir. Sinifdə Qarabağ azarkeşi 14 şagird olduğuna görə Sabah komandasının azarkeşi neçə nəfərdir? Qarabağ azarkeşləri sarı rənglərdir. Sarı rənglərə baxsaq görə neçə hissədən ibarətdir? 1, 2, 3, 4, 5, 6, 7 hissədən ibarətdir. Bəs Sabah komandası nədir? Yaşıl hissədir. Bura baxsaq, buranın da rəngləyək. 1, 2, 3, 4, 5 hissədən ibarətdir. Bura isə 1, 2, 3, 4 hissədən ibarətdir. Neftçi komandası. İndi sinifdə Qarabağ azarkeşi 14 şagirddir. Burada da Qarabağ komandası 7 hissədən ibarətdirsə, yəni ora 7K verəcəm Qarabağa. 7 hissədən ibarət olduğu üçün 7K. Neftçi bənövşə hissədir. Yəni 4K hissədən ibarətdir, 4 hissədən. Sabah isə 5 hissədən ibarətdir. 5K yazıram. İndi Qarabağın azarkeşləri 14 nəfər olduğu üçün 7K demək 14'dür. O zaman bu K'nı tapsaq, 14'ü 7'ye bölsəm K neçə edəcək? 2 edəcək. Buradan da K'nın yerinə 2'ni qoysaq, neftçi komandası 4 vurulsun 2 edəcək 8 nəfər. Yəni azarkeş sayı. Sabah komandası isə, Sabah komandasının azarkeşləri isə 5 vurulsun K'nın qiyməti yəni 2 bərabər 10 nəfər olur. Azarkeş Sabah komandası üçün istəyirlər. Sayı 10 nəfər oldu. Yəni C variantı. Keçirik 26-cı suala. Tərəfləri 25 cm və 50 cm olan düzbucaqlının tərəflərini eyni nisbətdə böyütdükdən sonra kiçik tərəf 30 cm oldu. Alınan yeni düzbucaqlının perimetri cm eyni nisbətdə böyütdükdən sonra bura 30 olubdur. Yəni biz də neçə dəfə böyüdüyünü tapmaq üçün, çünki eyni nisbətdə böyürsə, yəni məsələn 25-i nəyə vursaq 30 eğer. Buna baxacaq. Yəni neçə dəfəsə böyüdüklər. Yəni 25-i x-ə vurmuşuq. 30 olubsa x-i axtarsaq ki, neçə dəfə böyütmüşük. X-i axtarsaq 30-u 25-ə böləcəyik. Yəni bərabərdir. Kəsir xəttinə 30 bölünsün 25 yazıram. Buradan ixtisarlarımızı etsək, qalacaq 5'də 6. Yəni 5'də 6'ya vurmuşuq. Demək ki, uzunluğunu da 5'də 6'ya vurmamız lazım. Burası olacaq 5'də 6'ya. 5 ilə buradan 50 ixtisar gedir 10 qaldı. 16'ya vursaq 60 edir. Yəni növbəti düzbucaqlığımızın tərəfləri deyirdi ki, böyüyüb 30 olub. Yəni 5'də 6 dəfə böyütmüşdür. Onu tapdıq. Uzunluğunu da 5'də 6 dəfə böyütdük. 60 tapdıq. Böyüdü. Heç nə belə. Alınan yeni düzbucaqlığın perimetri neçədir? 30 da 60 eğir 90 vuruq 2'ye eğir 180 D variantı. İndi keçirik 27-ci suala. Deyək aşağıdakı ədəd oxunda hər ardıcıl 2 tam ədəd arasındakı hissə 10 bərabər yerə bölünmüşdür. Eyni düzbucaqlı ədəd oxuna paralel şəkildə 2 müxtəlif yerdə yerləşdirilmişdir. Eyni düzbucaqlı ədəd oxuna paralel şəkildə 2 müxtəlif yerdə yerləşdirilmişdir. Buna görə bu düzbucaqlının sahəsi neçə kvadrat santimetrdir? Burada gördüyümüz kimi düzbucaqlı burada üfüqi istiqamət durur. Burada şaquli istiqamət. Yəni sanki burası N-dir, N tərəf. Yəni bura N-dir. A verək.
Burada ise burası en tarafı A'dır. Sonra bu sarı ile gösterdiğim yerdeki uzunluk olsun B. Burada hündürlənməsinə B verirəm. Eni və uzunluğunu biz bu xəttkeşdən baxaraq tapa bilərik. Araların sayına baxacaq. Nə qədərdirsə o qədər ölçüyə malikdir demək uzunluq. Bazı buradan başlayır. Yəni 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10. Ara var. Elə burada 10 ara deyirdi. Sonra davam edirik. Yəni xəttlərin sayını saymırıq. Araların sayını sayırıq. Çünki bizə ölçünü verən ara sayıdır. Şimdi 10 bura kim gəlmişdi? 11, 12, 13, 14, 15. Demək uzunluq 15'dir. En hissəsində buradan tapa biləcəyik. Buradan belə, buradan da belədir. 1, 2, 3, 4, 5, 6, 7, 8, 9, 10, 11. 11 santimetrede burasıdır. Burası 14 idi. 14 ya 15 oldu. 15 oldu. Hiç saçma 14 yazmışım. Burası 15. Burası da 11 oldu. Yani bura 15'ti, bura 11. Uzunluk. Mesela B vermişik 15 olsa. Burada B'dir 15'tir yani. Eni ise 11'dir. Burada da enine 11 yazabilir. Sahəsini istəyir. 11 vursun 15 yazacağıq. Ki, yəni santimetrlə verilib. Dur burada mənfi fikir verməyin. Çünki ölçünün mənfisi yoxdur. Sadəcə mənfi ədədlər arasındakı ümumi məsafəyə baxdıq. Yəni uzunluğun mütləq qiymətini, yəni modunu seçdik. Çünki ölçü heç vaxt mənfi ola bilməz. Heç nə uzunluq demək ki 11 vurulsun santimetrlə verib, yoxsa metrlə verib. Buraları baxaq. Deməli, bizdə ən axırda kvadrat santimetrlə istəyir. Burada nəyə fikir vermək lazım? Yəni burada 11 deyərkən, yəni 11 yazmayayım 15. Çünki bax 2 ilə 3 arası 1-də, yəni 2-dən 3 çıxsaq, yəni mənfi 2-dən çıxıram mənfi 3-ü. Həqiqətən də burada gördüyümüz kimi mənfi ilə mənfi müsbətə çevrilir. Yəni mənfi 2-si gəlir 3 bərabər müsbət 1. 1-i də gördüyümüz 10 yerə bölür. Yəni bu hər bizim balaca hissəmiz 0.1'dir. Ümumi bu 15'i də biz 10'a böləcəyik. Gələcək 1.5. Yəni bu uzunluq 1.5'dir. Yəni isə 1.1'dir. Yəni 10 dənə ara, 15 dənə ara var. Sadəcə hamısı ümumi 10 hissəyə bölünür. Yəni bu bir aramız 10 hissəyə bölündüyünə görə biz də 15 dənə ara 10'a böldük. Yəni hər ara 0.1'dir. 0.1, 0.1, 0.1. 15 0.1'e vurduq. Elədi 1.5 və 1.1. Yəni biz sonuçta sahəni tapmaq üçün burada 1.1 yazın və 1.5 yazın. 1.5'i nə edəcəyik? 1.1'e vuracaq sahəni tapmaq üçün. O deyəcək 1,65. Yəni cavabımız C variantı olacaq. 28-ci suala keçirik. D şəkildə verilmiş düzbucaqlının eni 4 santimetrdir. Rəng hissənin sahəsi neçə kvadrat santimetrdir? Rəng hissənin sahəsini istəyir. Düzbucaqlının enini 4 santimetr verir burada. Yəni 4 yazdıq. O zaman bu düzbucaqlımız gördüyümüz kimi 2 bərabər hissəyə bölünübdür. 2 bərabər hissəyə bölündüyü üçün demək ki bu balaca yerləri 2'dir. Deyə bilər. Yəni 2'dir. Burada 2'dir. O zaman burası da belə 2'dir. Burada da bizə gördüyümüz kimi çevrə çəkilibdir. Yəni dairə deyək buna. Biz burada rəngin yeni sahəsini tapmaq üçün ümumi dairələrin sahəsini tapmalıyıq. Yəni belə düşünək. Burada neçə dairə var? Baxın bu bizim bir dənə böyük dairədir. Burada bir dənə böyük dairə var. Biz bunun ikisini birləşdirsək bütöv bir dairə mənəcək. Amma rəhli yerlərə baxacaq və rəhsiz yerlərə baxacaq ki neçə hissə burada rəhlidir. Mən bir tapacağım. Məsələn buranın sahəsində rəhli yer nədir? Bu nədir? Bu hamısını ayrı-ayrı tapıb sonra toplaya bilərik. İndi biz bilirik ki çevrə kvadratın daxilində çəkilən çevrənin radiusu ilə kvadratın tərəfinə bərabərdir. Və ya biz buradan da görə bilərik ki, məsələn buradan bir artırma etsəm, məsələn buradan daş artırma etdim. Belə, belə, belə biraz da uzaqlıq belə. Sanki burada bir kvadrat oldu. O zaman bizim bu çevrəmiz tam olacaq da. Və burada gördüyümüz
rəngi isə bizə verilən çevrənin 1/4-dir bu hissəsi. 1/4, 1/4 bu ikiləsini belə edək. 1/4, 1/4. Yəni ümumi sanki burada bir dənə bizə dairə verilib 1/4-dir. Biz də dedik ki, bu kvadratın burası 2-dir, burası da 2-dir. 2 vurulsun 2, ümumi buranın sahəsi 4-dür. 4. 4-dən çıxacağım bu rəksiz yeri və ya burada rəksiz yeri 4 tapmaq etdik yox idi burada. Məsələn, burada etsək olar, bəli. Məsələn, bu 2 vurulsun 2, 4-dür ümumi bu hissə. Ümumiyyətlə, hamısı 4-dür, belə baxsaq, bütöv olaraq. Amma bizə rəhli yerlər lazımdır. Nə edəcəm? Biz bilirik ki, hər bir balaca kvadrat 4-dür. Bunu kəşf etdik. Çünki 2 vurulsun bu 2, 4 eləyir. Bu balaca kvadratların sahəsi. İndi bu niyə lazımdır? Anlayasınız. İndi bu dairənin də radiusu elə bu 2-dir. Çünki bura 2-dirsə, burada radius olduğu üçün göy yer. Demək ki, dairəmizin burada çəkilmiş 4/1 hissəsi var. Bütöv olaraq baxsaq, radiusu 2 olduğu üçün biz bunun sahəsini tapa bilərik. Yəni, nə edəcək? Dairənin sahəsi nədir? Pi kvadratıdır. İndi burada biz pi kvadratı olduğu üçün belə edəcək. R'in yerinə burada 2 qoyacaq. Ecə 2-nin kvadratı. Burası pi. Buna bərabər 4pi edir. Gördüyümüz kimi bu da dedik ki, dairənin 4/1 hissəsidir. Yəni biz 4pi'nin 4/1'ini tapacağıq. Çünki 4pi oldu bizim dairənin sahəsi. Burada 4/1'dir deyə 4/1'ini tapırıq. Bu deyir 4-lə 4 ixtisar edir. Qalır pi. Şimdi pi burada qalsın. Yəqin ki, bu pi'nin qiymətini istəyəcək. Yuvarlaq qiymətini. Normalde burada qeyd aparmalıyıq ki, pi olsun 3 məsəl üçün. Bunu etməsi lazım idi. Etməyiblər. Hər ki pi qalsın. Yəni bura pi'dir sahəsi. Əgər 3 olsa 3 yazacaq. Ən axırda baxarıq. Və ya qeyd olunur mu? Çünki mən bunu süni intellektlə təmizləmişəm. Ola bilsin ki, orijinalında pi'nin qiyməti təqdim olunubdur. Amma baxıram ki, yoxdur. Pi'nin qiyməti verilməyib. Eləcə pi qalsın həli. Sonra burada dedik ki, ümumi 4'dür də sahəsi kvadratın. Kvadratdan da bu hissə yenə də pi olacaq. Çünki aşağıdakı kimi eynidir. 4/1'dir dairənin. 4/1'i. Bənövşəyi yer kimidir. Bizim bu rəksiz yer. Yəni ümumi bu kvadrat 4'dür. Rəksiz yerdə pi'dir. Demək ki, ümumi 4'dən çıxacaq bu pi'ni olacaq bu rəhli yer. Yəni bu yerin sahəsi 4 çıxılsın pi'dir. Sonra burada pi'dir. Burada 4 çıxılsın pi'dir də. Çünki hamısı eyni şeydir. Yəni bununla bu eyni şeydir. Bununla da bu. Şimdi pi'ye 3 veribdirsə, əgər yuvarlaq olaraq, o zaman bura 3 olsun. Düşünsək ki, 3 verənlər. O zaman 4'dən bu 3 çıxsaq. Deməli, bu rəhli yer 1 oldu. Sonra buradan 4'dən 3 çıxacaq. Pi'nin qiyməti 3 versək. Burada 1 olacaq. Və burada 3. Ümumi toplasaq rəhli yerin sayısı 3, 1, 3 və 1. Eləcək 8. Bəli, elə pi'nin qiymətini 3 kimi götürürlər yuvarlaq olaraq. Normalde pi'nin qiyməti məsələn 3'dən 114'dür. Bunu yuvarlaq versək 3 edə bilir. Burada qeyd aparmalıydılar ki, pi bərabər 3 mötərizənin içərisində. Bunu verməliydilər. Verməyiblər, ancaq biz elə düşündük. Cavabımız yəni 8 olacaq. B variantı. Sonra 29-cu suala baxırıq. Şəkildə ölçüləri verilən şərpiclər birinci halda üfüqi, ikinci halda şərquli olaraq yan-yana düzülərək eyni uzunluqda 2 divar hörülür. Şərpicin uzunluğu 1,1 metr, eni isə 5,4 metrdir. Burada birinci vəziyyət verib. Gördüyümüz kimi burada ikinci vəziyyət verib. Burada uzunluğu verilib, eni verilib. Yəni 1,1 en hissəsidir. Orijinalına baxın bu sualın. Bəli, burada 1,1 biraz havada qalıb. Yəni 1,1 normalde buraya yazdıq yəni. Yenə deyirəm, süni intellektlə. Burada normalde şagirddən istəmişdim testi. Yazılıydı hər yer. Süni intellektlə qələmlə yazılan hissələri sildirdim. Sağcıq şəkillərdə biraz sürüşmələr olub. Yəni normalde 1,1 buradadır. Bəzən mətnlərdə səhvlər var. Məsəl üçün gördüyümüz kimi verilən, yox burada E'dən istifadə etmişdi hardasa. Heç nə, bəzi yerlərdə yəni hərf səhv falan edə bilər. O da ki problem deyil. Biz əsas o ki, məsələn,
vəziyyət yazılıb. Normalda vəziyyət olmalıydı. Heç nə buranı oxuyaq gör nə deyir? İkinci alışarlar yan düzülərək kərpicin uzunluğu bu qədərdir. Gördüyümüz kimi veribdir. Yəni kərpicimizin uzunluğu buradır. En iyisi bu hissədir. Yəni bura və bura veribdir. Nə istəyir? Birinci halda 14 kərpic istifadə olunduğuna görə ikinci halda neçə kərpic istifadə olunar? Birinci hal buradır. İkinci halda buradır. Birinci halda 14 dənə kərpic yerləşdirilibsə, buranın uzunluğunun nə qədər olduğunu baxmamız lazım. Və burada şərtdə nə deyir? Eyni uzunluqda iki divar hörlübdür. Divarımız eyni uzunluqda. Yəni buradan bura olan uzunluq əgər A-dırsa, buradan bura olan uzunluq yəni A-dır. Sadəcə burada üfüqi istiqamətdə durubdur. Yəni uzunluğunu 1,7-də 1 veribdir. Bunu düz yomuyu kəsət çevirsək nəyə bərabərdir? 7-də 8. Yəni uzunluq 7-də 8-dir. 7-də 8, 7-də 8 uzunluq istiqaməti, yəni üfüqi yerləşdirilərək verilibdir bizim bu kərpiclər axıra qədər. Burada isə gördüyümüz kimi bu istiqamət düzülüşü N tərəfindən düzülübdür. Yəni N də 5-də 4-dür. Ona görə də buralarda 5-də 4-dür. Balaca yazım 5'te 4. Burada 5'te 4'tür. Neynəcək? Bizə deyir ki, nə verib? Onda, birinci halda, yəni bu vəziyyətdə bu A-nı 14 dənə kərpic yerləşdirdiğini deyir. A-nın uzunluğunu axtarsaq 14 dənə 7-də 8 var burada. Yəni A bərabərdir 14 dənə 7-də 8 uzunluğu axtarıram. 7-dən 14 yıxsa 2 qaldı, 2 vursun 8, 16. Demək ki, bu kərpiclərin ümumi düzlərək yaradılmış divar uzunluğu 16 demək. Aşağıda da 16 olmalıdır. İndi burada kərpiclərin sayını istəyir ikinci vəziyyətdə. Yəni bura ümumi 16 cm-dir. 16-nı bir dənə kərpicinin uzunluğunu böləcəm ki, görək uzunluğunu eləyəcəm. Yəni N tərəfinə 5-də 4-ə böləcəm ki, burada neçə dənə kərpic düzdür belə. Ki ümumi bunların N-ləri bərabərdir. 16 olur. Ona görə 16-nı böləcəm 5-də 4-ə ki, görək nə qədər kərpic var. O zaman 16-nı vuram. 4-də 5-ə tərs çevirib. 4-dən 16 yıxsa 4-də 5-ə vurdum 20. Yəni 20 dənə kərpic var. Belə şaqul istiqamətdə duran vəziyyətdə. Cavab B bəndi. Keçirik 30-cu suala. 30-cu sual deyir ki, aşağıdakı konsentrik mərkəzi eyni bir-birinin üst-üstə düşən dairəvi halqalar verilmişdir. Sarı və mavi rəngli halqaların radiusları müvafiq olaraq 3-də 8 və 12-29-dur. Yəni müvafiq olaraq dediyi üçün birinci sarı 3-də 8-dir. İkinci gələn mavi də ikinci gələn ədədə uyğundur. Yəni 12-29-a. İndi bunu burada göstərək. Yəni burada mavinin radiusu deməli nə olacaq? 12-29. Burada mənə göstərəcəm 12-29. Buramız oldu 12-29 radius. Sarının radiusu isə 3-də 8-dir. Sarı isə yəni mərkəzdən yenə də kənara doğru olan xəttdir. Belə uzaldıram buranı da. Belə deyim, bu balaca yer göstərək 12-29-dur, mavi ilə göstərirəm. Ümumi bu uzunluğu isə burası sarıdır, yəni 3-də 8-dir. Belə 3-də 8. Bunlar verilib. Nə deyir bizə? Buna görə qırmızı rəngli halqanın radiusu aşağıdakılardan hansı ola bilər? Qırmızı rəngli halqanın radiusunu istəyir bizdən. Yəni biz əvvəlcə 3-də 8-dən çıxacaq 12-də 29-u 2. Ümumiyyətlə bu hissə nə qədərdir? Bu hissə. Buranın ümumi ölçüsünü tapmamız lazım. Yəni qırmızının ölçüsü verilmə buradır. Buradan bura. Bu x versək, buranı sarı ilə göstərim belə. Görünür yəqin ki sarı ilə. Sarı qəşəng görsənmədir. Kırmızı ilə göstərim. Bura. Burada bizim qırmızı çevrənin radiusudur. Çünki mərkəzdən
qırmızı xəttin bu kənarına qədər olan məsafə olacaq da bura. Buradan sarının gözü, bu sarı nöqtənin sarı nöqtə arası qırmızının nə idi? Radiusudur. Heç də həmin o qırmızının radiusu demək ki 13-29-dan böyük olmalıdır. Çünki bu mavi balacadır da, gördüyümüz kimi 13-29'dur. O zaman qırmızının radiusunu x versək, x kiçikdir 3-8'den, çünki ümumi 3-8'den kiçikdir. Ümumi biz bu göy ilə göstərdiyim yer bura 3-8'dir. Böyük olmalı nədən? 13-29'dan. Yəni bu mavidən. Kiçik olmalıdır sarı radiusundan, böyük olmalıdır mavi radiusundan. Yəni 13-29'dan. Belə. Bunları məxrəcdən eyniləşdirmək üçün buranı da deyəcəyik, 4'ə vuracam. Su rəqbə məxrəcini. Buranı 4'ə vurum. Burada alınacaq 13-29 kiçikdir. X kiçikdir. 12'də 3 uzun, 8 uzundur. 32'dən. Belə bir bərabərsizlik yarandı. Halqanın radiusu aşağıdakı hansı ola bilər deyir. Şimdi biz burada variantların hamısını belə deyim. Məxrəcdən 12 edək. Çünki burada 12 vermişik. Ölçüləri. Demək ki bunların hamısını məxrəcdən 12 edək. O zaman buranın məxrəcdən 2'ye vuracam A variantında. B'də 6'ya vuracam. C'də 4'ə vuracam. D'də isə yenə 6'ya vuracam. O zaman burası olacaq qiymətlərini elə üstündən və ya altından yazaq. Bura olacaq 12'də 26. Bura olacaq 12'də 30. Bura 12'də 28. Bura isə 12'də 18 olacaq. Şimdi baxası olsaq 12'də 29'dan böyükdür bizim x'imiz. Yəni o zaman 12'də 29'dan böyükdürsə A variantı olmaz çünkü 13'də 26'dır. Sonra C variantı olmaz çünkü 13'də 28'den de böyükdür. 13'də 20 bu x'imiz. Yəni 13'də 29'dan böyükdürsə demək 12'də 28'den de böyükdür. C de olmaz. Hətta bu D de olmaz çünkü bura 12'də 18'dir. Amma 13'də 30 ola bilər çünki 12'də 30 13'də 29'dan böyük, 12'də 32'dən isə kiçikdir, yəni bu aralıqda yerləşə bilər x'imiz, yəni cavab B bəndə olacaq 2'də 5. Belə, 31-ci sual varıq. Qutdakı topların 4'də biri göy, 3'də biri qırmızı, 6'da biri sarı, qalanları isə ağdır. A toplarının sayı aşağıdakıların hansı ola bilər? Yenə də ehtimal edirik. Deməli, qutdakı topların 4'də biri göydür. 3'də biri qırmızı, 6'da biri isə sarı. Qalanları isə ağdır. Qalanları isə ağdır. A toplarının sayı aşağıdakı hansı ola bilər? Biz nə edəcəyik? Bu 4'də 1'dir, bu 3'də 1'dir, 6'da 1. Bunların hamısını toplayaq. Ki görək neçədir? Yerdə qalanları da ağ kimi götürə bilərik. Ne toplayalım? Daş ünlünün toplanan sayı x olsun. O zaman 4'də 1 2. Üstə gəl. 3'də 1 2. Üstə gəl. 6'da 1 2. Və bu ünlünün toplanan sayı ilə çıxacağım. Buradakı göy, qırmızı və sarı topların sayını, yəni 4'də 1 2, 3'də 1 2 və 6'da 1 2'nin cəmini. Ortaq məxrəci yenə bura 12 keçə bilərik. Buranı 3'ə vuracağım sürət məxrəcini. Bura 4'ə vuracağım. Buranı isə 2'yə vuracağım. Sonunda bura 4 vurulsun 3 12. Silip yazıram. 1 vur 3 oldu 3. 12'də 3. Bura 3 vur 4 12'dir. 1 vur 4 4 oldu. 12'də 4. 6 vur 2 12 oldu. 1 vur 2'də 2 oldu. Bunların cəmi 3, 4 və 2. Cəmi eğir neçə? 9. 12'də 9. Yəni x çıxılsın. 12'də 9 x oldu. Şimdi bu x'i biz 13'də 12 kimi yaza bilərik. Çünki bu çıxdığımız kəsir məxrəci 12 olduğu üçün burada da 1x-də bu 1x'i biz 13'də 12 kimi yaza bilərik. 13'də 12'dən 13'də 9 çıxsaq eğir 13'də 3 2. Yəni ixtisar etsək və ya ixtisar etməyə də ehtiyac yoxdur. 13'də 3x oldu.
Demək ki, bu yerdə qalan 12'də 3x hissəmiz ağdır, ağlar. Ağ bərabərdir 12'də 3x. O da beraber ixtisar edə bilərik. Yəni necə 4'də 1x. İndi bunlar hamısına bölünən ədəd lazımdır. Gördüyümüz kimi göylər də 4'də 1'dir. Qırmızılar 3'də 1. Sarılar 6'da 1. Bunun ağları 4'də 1 tapdıq. Bunların hamısı bölünən hansı da seçə bilərik? Məsələn, həm 4, həm 3, həm 6'ya 24 bölünə bilir. O zaman düşünək ki, hamısının cəmi 24 olsun. O zaman ağlar nə ola bilər? 4'də 1 vursun 24. Hətta 12 də seçə bilərik. Yəni 12 seçə bilərik. 24 də seçə bilərik. 36'da, yəni illa ki 12'ye bölünən ədədlər. Məsəl üçün düşünsək ki 12 dənədir toplansayır. O zaman 4'də 1'i 12'ye vuracaq. Necə? İxtisar edib 3 qalacaq. Yəni ağ toplansayır 3 dənə ola bilər. 3 yoxdur. Demək ki, toplanan sayı 24 seçək görə alına bilirmi? Alına bilirmi deyəni, yəni seçə bilərik də 12 bölün olmalıdır. Bunu nəyə əsasını deyirəm? Məxrəclərə. Bax, bunun hamısının məxrəci 4, 3, 6 və bu da 4 olduğu üçün biz buna irəliləyərək deyə bilirik ki, bunlar hamısı toplan sayı naturaldır da, yəni biz elə ədədə vurmayıq ki, məxrəcləri ixtisar etsin. Yəni bu da ki 12 və 12'nin misilləri olan ədədlər, yəni 12k qədər top var. K'ya 1 verəndə 12 dənə oldu. Ağ toplar da ki 4'də 1x idi. 4'də 1'i 12'ye verəndə alınmadı. Yəni 3 oldu. İndi 24'e vuracağım. Mesela 12k'nı k'ya 2 versem 12 bir 2 eğer 24. Yani bu dəfə də 24'e vursaq ixtisar edir 6k. Yəni 6 dənə ola bilər. Amma durub burada ondan sonra 36'ya vura bilərəm. 36'ya vursam 9 eğərdir. 9'da variantlar yoxdur. Yəni 6 ola bilər C variantı. 3 də ola bilər, 6'da, 9'da, 12'də. Sadəcə 3 var idi, 6 var idi. 6'nı seçdik. Ağ topları 3'ün C variantı. Keçirik 32-ci suala. Deməli 32'də deyir ki, artan sırayla düzülmüş 5 natural ədəddən ibarət sıra verilmişdir. 3x, y, 14z. Bu sıra haqqında aşağıda məlumdur. Sıranın yeganə modası var və o da 14'e bərabərdir. Sıranın medianı onun ən kiçik ədədindən 3/3'dür. Biz bilirik ki, medianı nədir? Əgər ədədlər kiçikdən böyüyə və ya böyükdən kiçiyə düzülübdürsə, həmin sırada ən ortada yerləşən ədəddir. Yəni böyükdən kiçiyə və ya kiçikdən böyüyə düzülübsə. Burada deyir ki, artan sırayla düzülüb, yəni kiçikdən böyüyə düzülüb. Demək, ən ortada duran y medianımız olacaq. Deyir ki, ən kiçik ədəddən 3/3'dür. Burada ən kiçik ədədimiz 3 olduğu üçün y 3'dən 3/3'sə demək y nədir? 9'dur. Sonra sıranın ədəd ortası medianla bərabərdir. Sıranın ədəd ortası medianla bərabərdir. Yəni 9'a bərabərdir. Ədəd ortağı axtararkən nə edirik? Ümumi ədədlərin cəmini, yəni cəmi bölür ədədlərin sayına. Burada 5 dənə ədəd var. 3x, y, 14z 5 dənə bölmüşük. Bərabər deyibdir. Ədəd ortada mediana, yəni 9'a bərabər olub. O zaman 5 9'a vursaq, ümumi bu 5 ədədin cəmini olacaq. 5 vur 9, 45 olacaq. Modanın 14 olması üçün mütləq biz bura 14 yazmalıyıq. Yəni durub x-ə 14 yaza bilmərəm. Niyə? Çünki kiçikdən böyük düzülüb. Buradan 3, 14 sonra 9'a doğru azalma ola bilməyəcəyin görə demək ki, nədir? Z 14'dür. Modanın 14 olması üçün. Ümumiyyətlə moda nədir? Ədədlər ardıcıllığında ən çox təkrarlanan deməkdir. Yəni təkrarlanan yox. Ən çox təkrarlanan. O da 14, 14. Gördüyümüz kimi 2 dənədir. Yəni digərlərinə nisbətən daha çoxdur deyə bildiyimizə görə moda 14 olur. Əgər Z 14 olarsa. İndi dedik ki, bu ədədlərin də cəmi 45'dir. O zaman biz x-i tapa bilərik buradan.
O zaman 3, 9, 14, 14 toplasaq eğir 40 edir bulanın cəmi. 3, 9, 12, 14, 14, 28, 40. Ümumi ədədlərini cəmlədik ki 45'dir. 45'dən də biz bu 4 dənəni cəmli, yəni 3, y-in qiyməti yəni 9, 14 və z-in qiyməti 14 olacaq 40 etdi. 45'in də 40'ı çıxsaq 5 taparıq. Demək ki x-imiz də 5 oldu. Bunu tapdıq. İndi bizə x, y, z-in cəmini istəyirdi. Gördüyümüz kimi burada cəmini istəyir. X'imiz gördüğümüz kimi 5 oldu. Buradan göstərik. Y 9, Z 14. 5 ilə 9 14 deyir. Üzərini 14 yəni 28 yəni cavabımız 28 D variantı olacaq. Keçirik 33-cü sola. X, Y, Z, K, M ardıcıl təşəkkürlərdir. X, Y, Z, K, M və bu ifadə verilib. Olarsa bu ədədlərin ən kiçik neçə olar deyir bizə. Yani x, y, z'den danışır. En kiçik x'dir. Bunu axtarırıq. Buradakı x'i 2 nədir? Bunu axtarırıq. Heç nə bizdə buradan gördüyümüz kimi deyir x, y, z, k, m ardıcıl şərtlər dediyi üçün biz buradakı x, y, z'nin yerinə, yəni k'ya, z'də, m'ə təşərrütlərin ifadəsini yazacağıq. Məsəl üçün x'i biz yaza bilərik ki 2n üstəgəl 1 kimi yaza bilərik. Çünki 2n üstəgəl 1 ardıcıl təşəkkürlərin birincisinin ifadəsidir və ya 2n çıx 1 də verə bilərik. Ardıcıl təşəkkürləri birinci ədədimiz 2n çıx 1 və ya 2n plus 1 kimi ifadə oluna bilər. Çünki 2n üstəgəl 1 tək ifadədir. N'in qiymətinə asılı olmayaraq. Və ya burada 2n minus 1. Əgər n naturaldırsa, məsələn 1 versəm 2 vursun 1 üstəgəl 1 3 edir. Və ya burada 1 versəm 2 vursun 1 2 çıxılsın 1 və 1 edir. Gördüyümüz kimi həm 2n plus 1 həm də 2n minus 1 n'in natural qiymətində hər zaman tək ifadədir. İndi burada nə edirik? Yazacağım ki 1 çıxılsın. Bu x-ə əvvəlcə birincisinə 2n üstəgəl 1 verəcəm. Burada da biz 1-dən bu 2n plus 1-də 1 çıxsaq, biz bu 1 tamı da çıxdığımız kəsirin məxrəcinə çevirsək və bir şey alına bilər. Yəni, məsəl üçün 2n üstəgəl 1-də 2n üstəgəl 1 çıxılsın nə? Bu ifadə 2n üstəgəl 1-də 1. Yox, 2. Burada 2 yazıb. Normal burada 2 olmalıdır. 2. Yəni biz burada bir tamını eylədik. Buradakı ifadəni əvəz etdik. 2n üstəgəl 1-də 2n üstəgəl 1 elə bir tamı deməkdir. Yəni bir tamı məxrəci 2n üstəgəl 1 olan şəsə çevirdik. İndi bundan bunu çıxsaq necə neçə? Baxın. Məxrəclər zaten eynidir. 2n üstəgəl 1 2n üstəgəl 1 çıxsın 2. Yəni bu 1-dən bu 2-ni çıxsın mənfi 1 edəcək. Yəni alınacaq 2n minus 1. Belə. Yəni birinci ifadəmiz bura olacaq. Silirəm bu aşağıları. Ən bir qırmızı yazdığım yeri saxlayacağım. Oradan tapdıq ki qırmızıladığım yer qalıb. Yəni bu hissə. Yəni o əvəzinə yazıram ki 2n üstəgəl 1-də 2n çıx 1. Digərində də ardıcıl olduğu üçün, məsələn burada x-ə 2n üstəgəl 1 verdiyimə görə bu y isə ardıcıl naturallər olduğu üçün təkərlər 2 var artıb y 2n plus 3 olacaq. Bu 2 var artıb z 2n üstəgəl 5 olacaq. Yəni z-dən gedir söhbət. K isə 2n plus 7 olacaq. M isə 2n plus 9 olacaq. İndi vurma var. Vur olsun. Burada eyni qaydalarla y-in əvəzinə yazacağım 2n plus 1 çıxılsın. 2n üstəgəl 3-də 2n 2 yazırıq. Yəni buranı y-in əvəzinə bunu qoyduq. Bir 2-dir. Məxrəcə yazdıq. Məxrəc deyəndə surəti 2 yazdıq. Məxrəc 2n plus 3. Çünki y 2n plus 3'dür. O zaman bu bir tamı da çıxdığımız kəsin məxrəci olan 2n plus 3'ə çevirə bilərik surət məxrəcini. Yəni bu 1 yazacağım. Necə? 2n üstəgəl
3'te 2'nin üstü gəl 3. Kimi yaza bilər yəni bu? Çünki bu 1 tam deməkdir. 2'nin üstü gəl 3'ü, 2'nin üstü gəl 3'ü bölünür 1 edir. Nəsə 2'nin üstü gəl 3'dən bu 2'ni çıxsaq, bu 3'dən biz 2'ni çıxası olsaq, surətdə qalacaq 2'nin üstü gəl 1. Məxrəc isə 2'nin üstü gəl 3 kimi qalır. Yəni növbəti kəsirimizin buranın qiyməti oldu bu. Onda olduğu için bura yapışdırırıq belə. İndi burada digərlərini də bir yazmaya ehtiyac yoxdur. Çünki məxrəcimiz gördüyümüz kimi elə 2+1'dir. 2+3 oldu. 2 artırdı yəni məxrəclərimiz. Burada 2+5'dir. Yəni vur olsun. 2+5'də surətimiz də gördüyümüz kimi 2 artır. Bunun üzərinə 2 gəldi. Müsbət 1 oldu. Növbəti dəfədə 2+5'də 2+5'dən çıxacam bu 2'ni. Yəni bu 5'dən bu 2'ni çıxsam qalacaq surətdə 2'nin üstü gəl 3. Gördüyümüz kimi 2 gəldi. Üstə 2 gəldim. 1 oldu. Üstə 2 gəldim. 3 oldu. İndi surət və məxrəc də ikisi artar gedir. Demək ki bu ifadəmizdə də məxrəc 2+7'dir. Gördüyümüz kimi surəti də 2+3'dən sonra 2+5 gəlir. Niye belə oldu? Çünki bu 2+7'dən sanki bu bir tamı biz 2+7'də 2+7 yazsaq, o zaman 2+7'dən bu 2'ni çıxacaq. Yəni 7'dən bu 2'ni çıxdığımızda 2+5 qalır. Axırda da 2+9'dan bu 2'ni çıxsaq, o bir tamı biz belə yazsaq, 2+9'da 2+9 yazsaq, üstə gəl 9 yəni. Üstə gəl 9'dan çıxacaq bu 2'ni qalacaq nə? 2+7. Yəni ona görə vurulsun bu mötərizənin içərisində məxrəcdə 2+9 və surəti 2+7 kəsiri alınır. O da bərabər nəyə? 5'də 3'ə. İndi burada ixtisarlarımız gedəcək. Baxın. Diqqətlə 2+1 ilə 2+1 ixtisar getdi burada. 2+3 ilə 2+3 aralarda vurma vardı. İxtisar gedə bilər. 2+5, 2+5. Bunları qırmızına ixtisar edin belə. 2+7 ilə bu 2+7 ixtisar edir. Axırda burada 2+1 qaldı surətdə. Qalanımız 1'də, bunlarımız 1 oldu. Belə 1 yaza gedəcəm. Deməli, yuxarıdan yazıram, yuxarı hissədən ki, burada surətdə 2'nin çıx 1 qaldı. Ona görə kəsir xətt çəkirəm. 2'nin çıxsın 1 yazacağım. Məxrəcdə isə nə qaldı? 2+9 qaldı. Gördüyünüz kimi ixtisar edib. 2'nin üstü gəl 9 qalıb burada ancaq. Hər şey ixtisar edib. 2'nin üstü gəl 9 yazdım. Bərabər nəyə? 5'də 3'ə. İndi burada çarpaz vuracaq bundan sonrasını. Bunu belə vursaq. Belə bir şey alınacaq. 5 vurulsun. 2'nin çıx 1 bərabərdir. 3 vurulsun. Bu ifadə. Yəni 2'nin üstü gəl 9. Vurub açası olacaq. 5 2'ni vursam 10n. 5'i -1'e vursaq çıx 5. Sonra bərabərdir. Bərabər işarəsini qoyuruq. 3'ü 2'nə vursam 6n. 3'ü də bu 9'a vursaq 27. Və müsbət 27'dir. 6'nı keçirəm bu tərəfə. Müsbət mənfi olur. Yəni 10n'dən çıxıram 6'nı bərabərdir. -5'də bu tərəfə keçəcək. Burada müsbət 27 var zaten. -5'də bura keçəcək. Müsbət 5 olacaq. Yəni 10n'dən 6'nı çıxsaq 4n qalır. Bərabərdir. 27'dən 5 toxusaq 32. 32'ni 4'ə bölsək n bərabər 8. N'ni 8 tapdıq. Bizə nə deyirdi? Burada ən kiçik hansıdır? Yəni x'də biz 2+1 vermişdik. N'ni də nə tapdıq? 8. Demək ki, n yerinə 8 qoyacaq 2+1'də. Yəni 2 vurulsun 8 üstü gəl 1. 2'ni 8'ə vuracaq 16 üstü gəl 1 bərabərdir. 17'dir. Cavab B bəndir. Sonra keçirik 34-cü suala. Bir fabrikin sifarişini yerinə yetirmək üçün işçilər qruplara bölünür. Amil və sahib bir işdə işləsələr bütün işi 10 günə bitirirlər. Amil və nazim bir iş işləsələr eyni işi 12 günə bitirirlər.
Sair ve Nazım birlikte işleseler bu işi 15 güne bitirirler. Üçü birlikte aynı anda işlemeye başlasalar bu işi neçə günə tamamlayabilirler. Tamamlanabilir yani burada biraz süni intellekt ile normalde bu PDF yine deyirəm yazılıydı. Süni intellektle sildirmişəm. Bəzi sözlerde burada səhvli ola bilər yani. Bizi tamamlayabilir. Yani hiç demək istəyir ki tamamlayabilir. Baxın ajanı bəli. Tamamıyla biter deyib. Bu iş neçə günə tamamıyla biter. Burada tamamıyla yazılır. Tamamıyla biter. Yazılmalıdır. Üçü bir işte aynı anda işlemeye başlar. Bu iş neçə günə tamamıyla biter. İşte başlayaq deməli analizə. Şimdi buradan qısa qeydlərimizi aparaq. Nədir? D2 amil, yəni A yazsam, period, sait. İkisi birlikdə bərabərdir. İşi 10 günə bitirirlərsə, bir günə hansı hissəsini görərlər? Onda birini. İkisi birlikdə bir günə onda birini yerinə yetirər. Amil ilə nazim, yəni A baş hərflərini yazıram. Period nazimli. Bərabərdir. İkisi birlikdə 12 gün işləyirsə, bir günə hansı hissəsini yerinə yetirə bilərlər? 12'də birini. Saidlə nazim isə ikisi birlikdə 15 günə bitirirsə, bir günə də 15'də birini yerinə yetirərlər. Şimdi hamısını tərəf-tərəfə toplasaq bunları. Tərəf-tərəfə toplasam. Baxın burada bərabərliyin sağ tərəfini, yəni solunu ayrıca toplayacağım. Sağını ayrıca. Solunda hər birində AA 2 dənədir. SS 2 dənədir. NN 2 dənədir. Yəni 2 dənə olduğu üçün buraya yazacağım ki 2 amil üstə gəl 2 dənə nazim üstə gəl 2 dənə said bərabərdir budaşların cəmi. Yəni 10'da 1, 13'də 1, 15'də 1 bunların cəmi. Yazıram. 10'da 1 plus 13'də 1 plus 15'də 1. Şimdi burada hamısının 2 dənə olduğu üçün 2'yi mörtəzə xaricən çıxaracağım. Yəni 2 vurulsun A üstə gəl N üstə gəl S qalır. A qaldı. N qaldı. S qaldı. Və 2 ilə nə elədik? Mörtəzə xaricə çıxart. Hamısını 2 A'ya vursam 2 alınır. N'ə vursam 2 N alınır. S'ə vursam 2S alınır. Yəni səhvlik yox, bərabərdir. Bunların hamısını məxrəcini 60'a getirəcəm. Əkib bunu tapıb ortaq məxrəc üçün. İndi vuram 6'ya, vuram 5'e, vuram 4'e. Buradan da deməli 60'da 6 oldu yazıram. 60'da 6 üstə gəl 60'da 5 13'də 5 60 burada 5 üstə gəl 60'da 4. Bunları toplasaq 6, 5, 4 cəmli çevir 60'da 15 silirəm 10 da 5, 15 silip birbaşa 60'da 15 yazıram. Bunları ixtira etsək nə qalacaq? Burada 4, burada 1, yəni 4'də 1 silirəm 4'də 1 yazıram. A, N, S'i tapmaq üçün 4'də 1'i 2'ye böləcəm. Yəni buradan da A plus N plus S bərabərdir 4'də 1 bölünsün 2. Bunu tərs çevirib vuracaq. Yəni bərabərdir 4'də 1 vurulsun 2'də 1. O da bərabər olacaq nə? 8'də 1. 8'də 1 günə bitirərlər. Demək A, N, S. Burada hər yeri silirəm də yuxarıda bizə lazım deyil. Buna yazıram ki A plus N plus S bərabərdir nə oldu? 8'də 1. Yəni bir gündə 8'də 1 hissəsini görürlərsə demək ki ümumi işdə 8 hissədən ibarət olduğu üçün üçü birlikdə 8 günə bitirərlər. Ümumi işi cavab C variantı. Sonra 35 45% duz məhlulu ilə 15% duz məhlulu hansı nisbətdə kütlə olaraq qarşılarsa 25% məhlul alınır. Deməli bu 35'də nə edəcək? Məhlulumuzun birini x götürək, birini y götürək.
45%li məhluldan 45% götürmüşüksə, o zaman x-in 45%-ni götürəcəyik də. Çünki deyik, qarışdırırlarsa 25%li məhlul olar. Nisbətiniz deyil. Yəni, buradakı nisbət o duzluğun nisbətindən gedir söhbət. İndi duzluğu da götürsək, ümumi onsuz da məhlulun tərkibindəki suyun da su üzərindən baxsaq nisbətə, elə ümumi nisbət nədirsə o alınacaq. İndi burada nə edəcək? 45% dediyi üçün x-in 45%-ni tapsaq, 45-i vuracaq x-ə, böləcək 100-ə. Beycək 0,45 gördüyümüz kimi. Yəni, x-dən 0,45 x götürdük. Y-dən isə 15%li məhlul və qarışdırırıq. Bunun 15%-ni tapmaq üçün 15-ə vurub 100-ə bölməliyik. Bu da %15 edir. Onluq kəsini yazsaq 0,15 y edəcək. İndi bunları toplamışıq, 25%li məhlul alır. Yəni, baxası olsaq, məhlulla ki, burada bu x-dən y bizim belə deyim, məhlulun təşkil duzlardır. Bərabərdir. Bunları birləşdirsək, ümumi yenidən əmələ gələn məhlulun, yəni biz x-dən y qarışdırıq da normalda. Bax, bu x-dən y ümumi məhlulun kütləsidir. Bu 0,45 x ilə 0,15 y isə nədir? Ümumi məhlulun tərkibindəki duzların miqdarıdır. Həmin bu duzların cəmi bərabərdir topladıqda. Ümumi məhlulun, yəni biri x idi, biri y. Bu ikisini toplasaq x plus y oldu. Neçə faiz olacaq? 25%. Yəni ona görə bunu da nə edəcək? X plus y 25-ə vurub 100-ə böləcək. Bu da ki %25 deməkdir. Yəni sanki x plus y 0,125-ə vuracam. İndi buradan yenə də 0,45 x yazıram olduğu kimi. 0,45 x üstə gəl 0,115 y bərabərdir. Bu 0,125-i x-ə vursaq, tərəzənin içərisində olacaq 0,125 x üstə gəl, qoyduq. Sonra 0,125-i y-ə vururuq. Edir 0,125 y. Cəmə, yəni bu 0,145-lik məhlul ilə 0,115-lik məhlulu bir-birinə qatdıq. Ümumi kütlənin, yəni x plus y-in 25% qədər məhlul alındı. Yəni 25% deyəndə, yəni ümumi məhlulun 25% duz oldu. Yəni bu qədər duz bərabərdir x plus y ümumi kütlənin 0,25 olan qədər duz əmələ gəlir. Duz və ya nədirsə artıq suyun tərkibini indi burada duzdan gedir deyə ona görə duz deyirik. Heç nə, burada x-lər tərəfə y-lər bir tərəfə yığacaq. 0,25 x-i bu tərəfə keçirək. O zaman burada 0,45 x zaten var, müsbət 0,45 x. Bu isə 0,25 x müsbətdir. Bu tərəfə keçən kimi mənfi olacaq. Yəni çıxılsın 0,125 %25 x olur, bərabərdir. Solda da 0,115 y var. 0,125 y. Solda da 115'dir. Sağda 0,125, solda 115. 115 bir keçsəm mənfi olacaq. Yəni çıxılsın 0,115 y. İndi bunlara çıxsaq 0,45-dən 0,125 x-ə çıxsaq neçə qalır? 0,2 x. 0,2 x bərabərdir. 0,125-dən də 0,115 çıxdığımızda 0,1 edir. 0,1 y. Buradan da bərabərliyin sollu məsafəni 10-a vursaq, buranı 10-a vursaq, 10 vur 0,2 x edir. Buranı 10-a vursaq 0,1 vur 10 edir 1 y. Yəni 1 y elə y deməkdir. 1 y-ə vuranın y edir. Burada gördüyümüz kimi x bu 1-in qarşısındakı ədəd, y-in qarşısındakı ədəddir. Yəni 1 var burada. Yəni x k-dır. Y isə 2-dir. 2k-dır yəni. Bunların nisbəti 1-in 2-yə nisbətində olacaq yəni. Nisbət qurası olsaq k bölünsün 2k yaza bilərik. O da k-lar ixtisar edir. 1 bölünsün 2 nisbətində qatışıq. Əmələ gəldiyini tapırıq. B bəndi.
Sonra keçirik 36-cı suala. 36-cı sualda gördüyümüz kimi ədədlər toplayıb və bir-birinə vurubdur. Bu 36-cı sual sanki əvvəl burada verdiyimiz suala oxşuyur. Hansı sual idi burada? 33-cü sual, yəni 33-cü sualda n ilə ifadə etmişdik ardıcıl təşkil etdiyi üçün. Burada ədədlərimizi verib. İndi baxacaq olacaq burada nə edir? Baxın, 1 ilə 2-də 1 toplayacaq necə edəcək? 1 tam 2-də 1. Bəs 1 tam 2-də 1 düz yolla kəsr çevirsək nə olar? 2-də 3. Yəni bu kəsrin qiyməti 2-də 3-dür. 2-də 3. Vurulsun, vurma var ortada. Bu 1 ilə 3-də 1-i toplasaq edəcək 3-də 1. Yəni 1 tam 3-də 1. Bunu düz yolla kəsr çevirsək 3-də 4 edir. Burada 1 tam 4'də 1, o da düz yolla kəsr çevirsək 4'də 5. Ən axırda nöqtə nə olacaq? Bu 1 ilə 5 n-də 1'i topluyor. Yəni biz burada da alınacaq ki 1 tam 5 n-də 1'dir. Biz o zaman 5 n-i 1'ə vursaq 5'e nədir? Üzərinə də bu 1 gəlsək alınacaq 5 n-də 5 n plus 1. Kəsrə mələ gələcək. Necə ki burada məsələn 1 tam 4'də 1'də 4'ü 1'ə vurduq 4. Sanki belə yazmışdıq 4'də. 4'ü 1'ə vurduq 4 elədi. Üzərinə də bu surətlə şeylər gəlmişdi. Yəni sizə 1 yazmışdıq. Burada da 5 n-i vurduq 1'ə oldu 5 n. Üstə gəl bu 1 yazdıq, yəni eyni şeydir. İfadə etmək, yəni düzgünlüyünü göstərmək üçün dedim yuxarıdakını. Bərabərdir nə yazıb? 73 yazıb. İndi burada da yenə də baxası olsaq, baxın ixtisarlar gedir. Hansılar? Bax bu 3 ilə 3 ixtisar gedəcək. 4 ilə 4. Sonra bundan sonra gördüyümüz kimi məxrəclər arta-arta gedir də. Yəni məsələn burada olacaq 5'də 6 məsələn. Bu 5 ilə 6 gedir. Axırda gördüyümüz kimi bu istiqamətdə ixtisarlar gedir. Axırda 6 ilə sonraki 6'da 7'nin 6 ixtisar gedəcək. Belə axırda 5 ilə əvvəldə surətdə bir 5 olacaq. Onlar ixtisar gedəcək. Surətdə 5 plus 1 qalacaq. Məxrəcdə 2. Yəni məxrəcdə 2 qaldı. Surətdə 5 plus 1. Bərabər nəyə? 73'ə. Yəni bu ardıcıllıq gördüyümüz kimi ixtisar gedə durur da, ona görə etdim. Yəni bir də buradan göstərə bilərəm. Baxın. Burada 3'dür, 3'dür. 4'dür, 4'dür. 5, 5. Belə axırda da bu 5n-də 5n plus 1'dən qabaq elə bir ədəd olacaqdır ki, onda surətində 5n olmasıydı. Bu 5n-də bu 5n gedəcək. Burada da 6, 6 nəsə də hamısı ixtisar gedib. Bir dənə bura qalacaq. Bir də ki, bura qalır. Yəni 2'də 5n plus 1 bərabər 73 qaldı. Buradan 2'ni 73'ə çarpaz vursaq, surətdə 5n plus 1 var. Yazıram 5n plus 1 bərabərdir. 5n plus 1 də 73'ün məxrəcində 1 var normalda. Yəni 73, 1'də 73 deməkdir. 5n plus 1'i bu 1'ə vururuq çarpaz. Sanki orada 1 var. Olmasa da var yəni. Onu yazdıq bura. Sonra 2'ni də vuracaq 73'ə çarpaz. Edəcək 146. 146'dan bu 1'i çıxacaq. Alınacaq 5n bərabər 145. 145'də 5'ə bölsək n bərabərdir. Edəcək 29. Yəni 29 tapdıq. Bizdən nə istəyir? Tənini həll edin. N istəyir. D variantı. 37'yə baxırıq. 1'dən böyük 2 natural ədədin cəmi fərqindən 20% çoxdur. Bu ədədlərin cəmin ən kiçik qiymətini tapın. 1'dən böyük 2 natural ədədin cəmi fərqindən 20% çoxdur. Cəm fərqdən 20% çoxdur. Bu ədədlərin cəminin ən kiçik qiymətini tapın. Heç nə deyilənləri biz riyazi olaraq ifadə edəcəyik. 1'dən böyükdür. 1'dən böyük olan 2 natural ədəd. Hər ki ədədlərimizi tax x və y verək. Məsələn x çıx y yazıram. Bir də x üstə gəl y yazıram. Deyir ki, bu iki ədədin cəmi fərqindən 20% çoxdur. O zaman mən faizlə ifadə etsəm, tənasib quracağım ki, x çıx y tax 100% olsun. 100%. O zaman bunların cəmi, bunların fərqindən 20% çoxdursa, 100'dən 20% çox olan ədəd hansıdır? 120'dir yəni. 100'ün 20% tapıb 100'ün üzərinə gəlir 120%. Yəni x plus y-dir 120%'dir.
Yəni durup birini 80, birini 100 vermeyin. Bu doğru değil. Buna 80 verseydin. O zaman digəri də bu 80'dan 20% çox. Yəni 80'dan 20% tapacağım. 16 ecəyid, üzərini gələcəyin. Mesela buna 96% yazacaqdı. Buna 80. Yəni belə də yaza bilərsiniz. Eyni şey olacaq yəni. İndi mən 100 üzərindən etdim. Siz bunu da yoxlasanız görəcəksiniz. Cavabı eyni olur. İndi məsələn mən buna 100 verdim. Fərqi cəmdə bunun 100'dən 20% çoxdursa 100'ün üzərinə 100'ün 20%'ni gəldim. Oldu 120%. İndi bunları çarpaz vuracaq. Düz mütənasibasıdır. Çünki ədəd artdıqca faizlər, yəni bu x çıx y düzdür, fərqlidir, amma bir dənə ədəddə bu ifadə yox, bir ədəddir. Yəni bu ədədim azalanda faiz azalacaq, artanda artacaq, yəni düz asıl olduğu üçün çarpaz vuracaq. Belə. Yəni x çıx y 120'ye vuracağım, yazıram 120. Vurulsun x çıx y. Bərabər nəyə? 100'ü də vuracağım, çarpaz x plus y-ə yazıram. 100 vurulsun x üstə gəl y-ə. Yenə deyirəm x və y fərqlidir birdən birə. Bu şərtdə yazaq. Birdən böyük olan, hətta birdən böyükdür. Bu şərtdə yazaq da x də böyükdür birdən, y də böyükdür birdən. Şərtimiz burada qalsın. Ən az onda bizə lazım olacaq. Çünki bizə deyir birdən böyük 2 natural ədəddən gedir söhbət. Bu ədədlərin cəminin ən kiçik qiymətini istəyir həm də. Nəsə buradan biz bu 120 ilə 100 ixtira etsək, burada 6 qaldı, burada 5 qaldı. İndi 6'nı bu x'e vursam necə 6x çıxılsın, çıxmanı qoyuram. 6'nı bu y-ə vursam necə 6y bərabərdir. Sonra bu 5'i x'e vursam olacaq 5x. Üstə gəl. 5 y-ə vursam necə 5y. İndi x'i bu tərəfə keçirəcəm. 6x çıxılsın 5x olur. Çünki bu x'imiz müsbət, bu tərəfə keçirən ki mənfi olacaq. Bərabərdir. 5y burada durur. Bu mənfi 6y də keçirsən bu tərəfə olacaq müsbət 6y. Yəni 5y üstə gəl 6y alınır. Buradan da 6x-dən 5x çıxan deyil. X bərabərdir 5y-dən 6y-nin cəmi deyir 11y. Buradan da gördüyümüz kimi bizdən deyirdi ki bu ədədlərin cəminin ən kiçik qiymətini tapın. Bizim ədədlərimizdə də x, y-dir və birdən böyükdür. Biz də burada y-ə də x-ə də ən kiçik ədəd verməyə çalışacaq. Ən kiçik ədəd 1 versəm y-ə. O zaman 11 vurulsun 1x1 olacaq. Amma bizə deyir ki x y-də yəni birdən böyük olmalıdır. Burada deyir ki birdən böyük 2 natural ədəd. O zaman biz y və x-ə yəni 1 yox, birdən böyük. Məsələn y-ə birdən böyük ən kiçik ədədi 2 versəm, burada y var idi. Y-in əvəzinə 2 versəm, o zaman x nə olacaq? 11 vursun 2, x də olacaq 22. Yəni y-ə qiyməti verdim, 2 qiymətini verdim. X-də nə oldu? 22 oldu. O zaman x plus y-in ən kiçik cəmi nə olacaq? Y 2 olduğu üçün, x-də 22 olduğu üçün cəmi 24 olacaq ən kiçik. Yəni cavabımız C variantı. 38'e baxırıq. Bir futbol klubunda 11 oyuncu var. Onlardan 3'ü öz milli komandalarında da oynayır. 3'ü milli komanda oynuyor. Oyunculardan 5'i İtalyandır. Öz milli komandasında oynayanlardan ikisi İtalyan değil. Komandadakı neçə İtalyan öz milli komandalarında oynamır. Bu şərti bir dənə mən baxım, orijinalına bax. Elədirmi? Yəni nəsə şübhələndim. Hə, elə eynidir. Eyni deyəcək ki, orijinal nədir? Bu testi yenə deyirəm. Bir şagird göndərmişdi, yazılıydı. Sadəcə süni intellektdən istifadə edərək yazıları sildirdim. Orada mətndə biraz dəyişikliklər edir bəzən. Ona görə baxdım ki, səhvlik yoxdur ki, məsələn burada oyuncu yazıb. Normalde oyuncu yazmalıydı. Yəni məsəl üçün belə bir səhvlər var, amma ümumi mətnin quruluşu eynidir. Nəsə, futbol klubunda 11 dənə oyuncu var idi. Onlardan 3'ü öz milli komandalarında da oynayır. Oyunculardan 5'i İtalyandır. Öz komandasında oynayanlardan ikisi İtalyan değil. Öz milli komandasında
oynayanlardan ikisi İtalyan değil. Komanda içindeki İtalyan öz milli komandalarında oynamır yani. Dikkatli olmak lazım. Deməli burada qeydlər aparaq. Qeydlər aparaq tapacaq yani bir qarışıq cümlədir, düzdür. Amma rahatdır. Neçə nəfər öz milli komandalarında oynayır? 3 nəfər. 3 nəfər öz milli komandalarındadır. O 11 dənə oyunçunun 3'ü. Bu nədir? Oyunculardan deyib 5'i İtalyandır. Bizə ən axırda deyir ki, komanda içindəki İtalyan öz milli komandalarında oynamır. 5 dənə İtalyan var. 3 dənə də öz milli komandasında oynayan var. Öz milli komandasında oynayanlardan deyir, ikisi İtalyan değil. Demək ki, 3 dənə öz milli komandasında oynayan oyunculardan 3 dənəsindən ikisi İtalyan değil. Yani bu 3 dənədən ikisi İtalyan değilsə, 3'dən 2'ni çıxıran 1 var. Yani demək ki, bu 3 dənə milli komandada oynayanlardan ikisi İtalyan değilsə, deməli 1 İtalyandır da, tapdıq, 1 İtalyandır. Demək ki, milli komandada oynayanlardan 1 İtalyandır. İtalyanlar sayı neçə dənədir? 5 dənədir. Biz də axırda deyik ki, komanda içindəki İtalyan öz milli komandalarında oynamır. Bir dənəsi oynuyorsa 5 dənə İtalyan oyuncu var. Bir dənəsi oynuyorsa 5'ten 1 çıxıram, 4 dənəsi oynamır. Cavab D bəndə olur. 39'a baxırıq. 6 vur 6 ölçülü bir kvadratın içindən təsadüfən seçilən bir kiçik kvadratın 1 vur 1 üçüncü təpə nöqtələrindən heç birinin böyük kvadratın tərəflərinə toxunmaması ehtimalı neçədir? Deməli, kvadratın içində səsələ seçilən bir kiçik kvadratın bir ölçünü, üçüncü təpə nöqtələrindən heç birinin böyük kvadratın tərəflərinə toxunmaması ehtimalı neçədir? Yəni bunu şəkil olaraq təsvir etsək, mesela 6'nın 6'ya da kvadratımız. Bir tane tutaq ki 6'nın 6'ya bir kvadrat çəkeyim. Baxın, 6 tane bölgəyə böləcəm bunları 6'nın 6'ya. 2, 3. Neçə oldu? 1, 2, 3, 4. Biraz geniş etsəydim. Gördüğüm bunları biraz sürüşdürüm. Ağzını biraz yuxarı sürüşdürüm. Hatta bunu da silməməliyim. Gözlüyün. Vaxtımız az gedəcək. Belə qoyaq. Bölgə biraz eyni olsun da. Şimdi bir dənə aşağıdan xət çəkəcəm. Burada 6 dənə oldu burası hazır. 6 dənə belə çəkəcəm. 1. İkincisi oldu. Düşün ki bunlar kvadratdır. İndi biraz kvadrat oxşamasa da elə düşünürüm. 1, 2, 3, 4, 5, 6. Bunu biraz buradan çəkim. Bunları biraz yaxınlaşdıracağım. Olacaq. Bir tık yakınlaştırırım. Belə 6'nın 6'ya oldu gördüğünüz kimi oldu mu? 6'nın 6'ya olmadı. Bir dənə balaca oldu buradan. Şimdi bunlar yenə sürüşəcəm. Üzürsən. 10 saniye gözlüyüm düzəlir. Bir dənə xət çəkim. Hazırdır. Belə 6'nın 6'ya oldu. İndi məsəl üçün bu kənardakıların hamısını baxın bu kvadratın yumurladım bir dənə 1 ölçülü. 1 ölçülü kvadratlardan danışdım. Hazırda 36 dənə burada kvadrat var balaca. 6'nın 6'ya dediği için 6 vur 6 yəni 6 dənə bu tərəfdə gördüyümüz kimi 3 3 6 3 3 6 6 vur 6 36 dənədir. Məsələn bunun ikinci nöqtəsi bura dəyibdir kənar nöqtəyə yəni. Bizə nə deyir? Bax, yenə də oxuyuram. Deyir ki, 1-1-ə künc təpə nöqtələrindən heç birinin böyük kvadratın tərəflərinə toxunmaması ehtimalı neçədir? Böyük kvadrat dediyimiz elə bir bunun kənarlarına belə qırmızı göstərsək, böyük kvadrat bundan gedir söhbət. Bir dənə bunu belə qırmızıdan göstərək. Böyük kvadrat budur. Məsəl üçün bu 1-1-ə ölçülü sarından göstərir. Məsələn, bunun küncü böyük kvadratı toxunur. Məsələn, buradan da toxunur, buradan da. Toxunmayanlar hansılardır? İçəride olanlar, məsəl üçün içəride olan dediyim
Bunlardır mesela. Budur. Bunlar. Bunların heç biri toxunmur böyük kvadrata. Mesela bunların hamısı toxunur qıraqdakılar ama. Mesela bu toxunur, çünki buradan da toxunur, buradan da. Olsun digərləri də hamısı bu da toxunur buradan. Amma bu içəridə olan bunlar heç biri toxunmur. Yəni bunlar neçədir? 2-2-yə. Yəni 16 dənə burada kvadrat var ki, toxunmur. O zaman demək ki 36 16 dənəsi 36 16 dənə birin biri ölçülü kvadratların ikinci nöqtəsi böyük kvadratın, yəni qırmızıdan çəkdiyim böyük kvadratın tərəflərinə toxunmur. Bunu da ixtisar etsək 4 ixtisar gedir. Burada da qalır 9'da 4. Cavabımız B bəndi. İndi keçirik 40-cı suala. Deyir ki, kiçik kvadratın perimetri böyük kvadratın perimetrindən 1/5 dəfə kiçikdir. Böyük kvadratın sahəsi kiçik kvadratın sahəsi neçə dəfə böyükdür? İndi kiçik kvadratın perimetri böyük kvadratın perimetri 1/5 dəfə kiçikdir. Bir dənə belə kvadrat çəkirik. İki tane kvadrat çəkir, biri kiçik olsun. Bu kiçik, biri böyükdür. Məsələn, bu perimetrini P versək, deyək kiçik kvadratın perimetri böyük kvadratın perimetrindən 1/5 və kiçikdir. Yəni mən buna P versəm, bura 1/5 P'dir. Məsələn, 1/5 kiçik olduğu üçün. Böyük kvadratın sahəsi kiçik kvadratın sahəsindən neçə dəfə böyükdür? Yəni burada kiçik kvadratı biz AA versək, burada A versək, perimetri nə olacaq? P bər 4A'dır. O zaman bu böyüyün perimetri bundan 1/5 də böyük olmalı. Çünki bundan 1/5 kiçiksə tərsini deyə bilərik ki, bu böyükdür, bundan 1/5 bir dəfə böyükdür. O zaman 4A'nı 1/5'e vursaq 6A edir. Demək ki, böyüyün perimetri 6A'dır. O zaman bunun tərəfləri nə olacaq? 1/5A olacaq. Çünki 6'nı 4'e bölsək 1/5A, tərəflər 1/5A olacaq. Hamısı yazırım 1/5A, 1/5A. Böyük kvadratın sahəsi kiçik kvadratın sahəsindən neçə dəfə böyükdür? Böyük kvadratın sahəsi 1/5A vurulsun 1/5A'dır. Yazıram 1/5A vurulsun 1/5A. Kiçiyin də sahəsi A vuradır. A vurulsun A. Yəni böyüyün sahəsini kiçiyin sahəsinə böləcəm də neçə böyük olduğu üçün. Kiçiyin sahəsi A vura A kvadrat oldu. Böyüyün sahəsi 1/5 vuranda 2/125'e yer. A'yı da A'ya vuranda yer A kvadrat. Yəni 2/125 A kvadrat. Yəni 2/125 A kvadratını A kvadratına bölsək tapacaq neçə dəfə böyük olduğunu 2/125 dəfə. Kəsir xəttindən bölsəm, baxın 2/125 A kvadratı bölünsün A kvadrat. A kvadratla ixtisar gedir 2/125 qalır. Cavab B bəndi. Hərlik 40'a qədər izah verdim. Yenə deyim ki, yay dərslərimiz var. 4, 5, 6, 7-ci siniflər üçün, yəni növbəti tədris ilində 4, 5, 6, 7 və 8-ci siniflər olanlar üçün yay ödənişsiz dərslərimiz var. Çox vacib mövzu başlıqları tədris olunacaq. Növbəti il, yəni Lütfuzadəyə və ya Respublika müsabiqələrinə hazırlaşmaq istəyən növbəti il 5 və 6-cı sinif olanlar üçün daha əhəmiyyətlidir. Onlar mütləq qoşulsun, çünki onlar üçün seçim olacaq və seçilən şagirdlər çox xüsusi qiymətlə, xüsusi qruplarımızda hazırlayaraq, yəni növbəti il medal qazanacağını deyə bilərəm. Ona görə də ətrafınızda olan şəxslərə deyin, qohum, tanış, yəni bu cəhətdən köməkliyinizi istəyirəm ki, yəni tanıdığınız varsa ki, güclüdür bu şagird, bacarar olimpiyadadan medal qazana bilər. Yəni o şagirdlər qoşulsun bizim ödənişsiz yay dərslərimizə. Biz onları yoxlayaq, əgər uyğundursa, həmin o şagirdləri biz seçərək tövsiyə edəcəyik ki, yəni bu şagirdlər həqiqətən də olimpiyadaya uyğundur, hazırlaşsınlar, yəni medallarını qazanacaqlar. Yəni həmin şagirdləri biz yoxlayaraq çox xüsusi qiymət təşkil edəcəyik və növbəti ildə inşallah medal qazanacaq. Növbəti 41-dən 60-a qədər sualları isə növbəti videoda paylaşacağım. İzləmədə qalın, abunə olun, bəyənin, şərhlərdən də istədiyiniz sualları verə bilərsiniz. Cavablandırmağa çalışacağım. Sağ olun.